Afrika sahillərindən aşağıda. Məni bu səyahətə çıxmağa təhrik etmiş dostumun əhvalı dəyişmişdi. O, kədərli halda mənim halımı soruşdu. Sonra atası ilə tanış edib, dəniz səfərinə maraq üçün çıxdığımı dedi. Kapitan qayğılı bir səslə, "Cavan oğlan, sən bundan sonra heç vaxt dəniz səyahətinə çıxma. Dəniz səyyahı olmaq sənə qismət deyil. Qoy bu hadisə sənə dərs olsun. Öz fikrində inad etsən, göylər səni cəzalandırar," dedi. "Axı nə üçün, ser? Məgər siz daha səyahətə çıxmayacaqsınız?" deyə etiraz etdim. "Bu mənim sənətimdir. Bəs sən dəniz səyahətinə niyə çıxmısan? Səni buna məcbur edən nədir?" Mən danışıb qurtaran kimi o qəzəbli bir səslə dedi. "İlahi, mənim günahım nədir ki, bu yazıq sərsəri mənim göyərtəmə ayaq basmışdır. Bundan sonra lap 1000 funt sterling də versən, səninlə bir göyərtəyə ayaq basmaram." Bu əhvalatdan az sonra biz ayrıldıq. Mən Londona getdim. Yol boyu evə qayıdıb qayıtmamaq haqqında düşünürdüm. Ata-anamın üzünə necə baxacağımı düşündükcə heç qayıtmaq istəmirdim. Yəqin ki, qonşular, dost-tanışlar mənə güləcəkdilər. Mən bütün dünyanı dolaşaraq özümə var-dövlət qazanmaq istəmişdim. Gör necə ağılsız, xəyalpərəst olmuşam. Atamın xeyirxah məsləhətlərini qulaq-ardına vermişəm. Onun qadağalarına məhəl qoymamışam. Londonda bir kapitanla tanış oldum. O, biraz əvvəl Qvineya sahillərinə səfərdən qayıtmışdı və yaxşı qazanc əldə etdiyi üçün yenidən oralara qayıtmağa qərarı almışdı. Məndə yenidən dünyanı gəzmək arzusu baş qaldırdı. Kapitan bunu hiss edib onunla birlikdə səfərə çıxmağı təklif etdi. Məni başa saldı ki, əgər satmaq üçün mal almaq imkanım varsa, yaxşı qazanc əldə edə bilərəm. Mən bu təklifi qəbul etdim. Qohumlarımdan 40 funt sterlinqə pul toplayıb, bəzək-düzək və muncuq aldım. Bu səyahətim çox yaxşı oldu. Xeyirxah kapitanın köməyi ilə gəmi jurnalını doldurmaq, müşahidə aparmaq, gəmini idarə etmək üçün dənizçiyə lazım olan bir çox şeyləri öyrəndim. Bu səfər məni həm dənizçi, həm də tacir etdi. Apardığım malları qızıl tozuna dəyişdirdim və Londona qayıtdıqdan sonra həmin qızıl tozunu satıb 300 funta qədər təmiz gəlir əldə etdim. Bu müvəffəqiyyət məndəki şöhrətpərəst xəyalları daha da gücləndirdi. Amma bəxtim yenə gətirmədi. Kapitan dostum İngiltərəyə qayıtdıqdan biraz sonra vəfat etdi. Lakin mən yenidən həmin gəmi ilə Qvineyaya səfərə çıxmağa qərar aldım. Qazandığım pulun yalnız 100 funtunu mala verib yanımda götürmüşdüm. Qalan 200-ü saxlamaq üçün vəfat etmiş dostumun, kapitanın arvadına vermişdim. Bu dəfə kapitanı onun köməkçisi əvəz edirdi. Yolda başımıza fəlakətlər gəldi. Gəmimiz Afrika sahilləri ilə Kanar adaları arasında olanda qəfildən dəniz quldurları bizə hücum etdilər. Quldur gəmisi sürətlə dalımıza gəlirdi. Qaçıb qurtulmaq ümidi ilə biz də bütün yelkənləri açaraq gəminin sürətini mümkün qədər artırdıq. Amma quldur gəmisi bizi haqlayırdı. Onda toplardan atəş açmağa başladıq. Quldurların gəmisində 200-ə qədər adam var idi. Onlar bizə toplardan və 200 tüfəngdən açılan yaylım atəşi ilə cavab verdilər. Biz nə qədər müdafiə olunsaq da, onlar bizim gəmiyə doluşdular. Quldurlarla əlbəyaxa döyüşmək məcburiyyətində idik. 2 dəfə onları sıxışdırıb gəminin göyərtəsindən çıxara bildik, ancaq gəmimiz artıq yararsız hala düşmüşdü. Adamlarımızdan 3-ü ölmüş, 8-i yaralanmışdı. Məcburiyyət qarşısında təslim olduq. Quldurlar sağ qalan yoldaşlarımı qul bazarında satmaq üçün Marakeşə apardılar. Yalnız məni başqa taley gözləyirdi. Quldur gəmisinin kapitanı məni işlətmək üçün öz yanında saxladı. Beləliklə mən tacirdən qula çevrildim. Yenidən Allahın məni cəzalandıracağı barədə atamın dediyi sözləri yadıma salaraq əzab çəkirdim. Düz 2 il əsirlikdə qaldım. Amma həmişə qaçmaq barədə fikirləşirdim. Əvvəl düşünürdüm ki, ağam qarətə gedərkən məni də özü ilə aparar. Ümidlərim tezliklə boşa çıxdı. Mən sahibimin evində ağır təsərrüfat işləri görürdüm. Sahibim tez-tez qayıqla dəniz kənarına balıq tutmağa gedərdi.
Avar çəkmək üçün məni və Maresko adlı bir oğlanı da özü ilə götürərdi. Mən mahir balıqçı olduğumdan mənsiz heç vaxt getməzdi. Bir dəfə o, dostları ilə birgə dənizə çıxmağa hazırlaşırdı. O, gəzinti üçün çoxlu yemək ehtiyatı hazırlamışdı. Bundan başqa o mənə əmr etdi ki, 3 tüfəng, barıt və qırma götürüb qayığa aparım. Bu dəfə onlar həm də ov etmək fikrində idilər. Səhəri günü qayıqda oturub sahibimi gözləyirdim. Amma o tək gəldi. Dedi ki, vacib işləri olduğu üçün qonaqlar gəzintini təxirə salmışlar. Mənə Mareskoya və Kassuri adlı bir gənc mavra dənizə çıxmağı əmr etdi. Və balıq tutub evə gətirməyi tapşırdı. Çünki dostları axşam yeməyinə gələcəkdilər. Mənim azadlıq barədəki arzularım yenidən baş qaldırdı. İndi mənim əlimdə kiçik bir gəmi var idi. Sahibim gedən kimi uzaq yol üçün hazırlaşmağa başladım. Mavra tapşırdım ki, gedib bir səbət suxarı və 3 səhəng şirin su gətirsin. Mavr ərzaq gətirməyə gedəndə özüm ağamın saxladığı şərab butulkalarını daşıyıb gəmiyə doldurdum. Yol üçün lazım olan hər şeyi hazırlayıb dənizə çıxdıq. Gəmi dənizin içinə doğru irəlilədikcədən sonra tilovlarımızı suya atdıq. Mən sakitcə arxadan yaşlı mavra yaxınlaşdım və onu suya itələdim. Əlimdə tutduğum tüfənglə onu nişan alıb qışqırdım. Sahilə tərəf üz. Mənim sənə pislik etmək niyyətim yoxdur. Amma gəminin dalınca üzməyə başlasan, vurub kəlləni dağıdacam. Bunu eşidən kimi o sahilə tərəf üzməyə başladı. O yaxşı üzürdü. Sahilə çıxa biləcəyinə əmin idim. Sonra Kassuriyə tərəf döndüm. Kassuri, əgər mənə sadiq olsan, səni böyük bir adam edərəm. Xəyanət etsən, səni də dənizə atarım. Oğlan düz gözümün içinə baxıb, gülümsəyərək heç vaxt xəyanət etməyəcəyinə və hara getsəm, mənimlə gələcəyinə and içdi. Mən yenidən mavrların əlinə düşməkdən elə qorxurdum ki, düz 5 gün dayanmadan üzdüm. Sonra bir çayın mənsəbində lövbər salıb dayandıq. Biraz sonra sahildə çox böyük vəhşi heyvanlar gördük. Kassuri bərk qorxmuşdu. Doğrusu mən də qorxdum. Amma biz mütləq sahilə çıxmalıydık. Çünki bir damla da içməli suyumuz qalmamışdı. Biz qayığı sahilə yaxınlaşdırdıq. Kassuri bildirdi ki, şirin su tapıb gətirə bilər. Vəhşilər gəlsələr, məni yeyərlər. Siz isə salamat qalarsınız. Mən onu sakitləşdirdim. Kassuri, bir yerdə gedək. Biz onları öldürərik. Nə səni yeyərlər, nə də məni. 2 səhəng və tüfəng götürüb sahilə çıxdıq. Mən sahildən çox uzaqlaşmaq istəmirdim. Qayığı gözdən qoymaq olmazdı. Ancaq Kassuri xeyli aralanmışdı. Bir qədər sonra geri döndü. Dovşana bənzər bir heyvan ovlamışdı. Dəridə içməli su da tapmışdı. Biz səhənglərimizi doldurub ləzzətli dovşan ətinin kebabından yedik. Əvvəlcə Kanar və Yaşılburun adalarını tapmaq lazım idi. Onlar Afrika qitəsindən çox uzaqda deyildi. Amma əlimizdə heç bir xəritə və cihaz olmadığından dəqiq harada olduğumuzu müəyyən edə bilmirdim. Bir İngilis gəmisinə rast gəlmək ümidi ilə sahil boyu hərəkət edirdik. Mənim hesabıma görə buralar Marakeş sultanlarının torpaqları olmalı idi. İnsan yaşamayan bu sahillərdə ancaq qorxunc vəhşi heyvan səsləri eşidilirdi. Bir dəfə uzaqda Kanar adalarındakı məşhur Tenerife zirvəsi göründü. Qayığımızı çevirib o dalğalara tərəf yönəltməyə cəhd etdim. Amma qarşı tərəfdən əsən külək və nəhəng dalğalar məni geri dönməyə məcbur etdi. Mən yenə də sahil boyu yolumuza davam etməyə qərar aldım. Bir neçə dəfə sahilə çıxıb içməli su götürdük. Hətta qorxunc bir şiri öldürüb dərisini soyub qurutduq. Mən sonralar ondan yataq kimi istifadə edirdim. Sonra biz bu sahildən ayrılıb istiqamətimizi dəyişmədən bir neçə gün cənuba tərəf getdik. Ərzaqımız azalırdı. Mümkün qədər qənaətlə işlədir, yalnız içməli su üçün sahilə çıxırdıq. Mən Qambiya yaxud Senegal çaylarının mənsəbinə çatmaq istəyirdim. Ümid edirdim ki, buralarda bir Avropa gəmisinə rast gələrəm. Əks halda mən ya açıq dənizə çıxaraq bir ada axtarmalıyam, ya da buralarda vəhşi insanların əlində ölməliyəm. Mən sükanı Kassuriyə tapşırıb kayuta inmişdim. Birdən onun ağa, yelkən, gəmi
qışqırdığını eşitdim. Yazıq uşaq uzaqda görünən gəminin sahibimizə məxsus olduğunu düşünərək qorxusundan tir-tir əsirdi. Mən diqqətlə baxıb bu gəminin Portuqal gəmisi olduğunu görə bildim. Bütün yelkənləri açıb gəmiyə yaxınlaşmaq üçün sürətlə açıq dənizə tərəf yönəldik. Amma necə sürətlə getsək də ona yaxınlaşa bilmirdik. Birdən gəmidən kiminsə durbinlə bizə sarı baxdığını gördüm. Gəmi sürətini azaltdı. 3 saatdan sonra biz bu gəmiyə yanaldıq. Məni və yoldaşımı gəmiyə dəvət etdilər. Braziliyaya gedirdilər. Mən sevinclə kapitanın yanına gedib başıma gələnləri ona danışdım və məni xilas etdiyi üçün ona təşəkkür etdim. Bütün əmlakımı ona bəxşiş kimi təklif etdim. O isə təsəvvür edirəm, siz necə sevinirsiniz. Mən də bu vəziyyətə düşə bilərdim və məni xilas etsələr çox sevinərdim, deyə cavab verdi. Kapitan doğrudan çox alicənab idi. Mənim bütün əşyalarımı siyahıya alıb nəzarətə götürdü. Gəmimi isə çox bəyənmişdi. Məndən satın almaq istədiyini bildirdi. Bundan başqa Kassurinin də onun yanında qalmasını istəyirdi. Bunun üçün mənə 60 qızıl təklif etdi. Mən Kassuridən ayrılmaq istəmirdim. Biz yaxşı yol yoldaşı olmuşduq. Amma onun özünün qalmaq arzusu olduğunu bilincə razılıq verdim. Biz 3 həftə sonra Braziliyaya yetişdik. Artıq yeni həyatın başlanğıcında idim. Kapitan gəmi, Kassuri və qalan bütün əşyalarımın hər birini qiymətləndirərək qarşılığında 220 qızıl verdi. Mən Braziliyada qaldım. Kapitan məni özü kimi xeyirxah bir adamla tanış etdi. O, şəkər zavodu və plantasiyanın sahibi idi. Mən onun evində uzun müddət yaşadım və şəkər qamışı yetişdirməyi və şəkər istehsalının sirlərini öyrəndim. Əlimdəki pulu verib bir parça xam yer aldım və Londondakı pullarımı da hesablayaraq gələcək plantasiyamın planlarını qorumağa başladım. Birinci 2 ili əkib becərdiyim dolanışığıma güclə çatırdı. 3-cü il qonşumla birgə sahənin bir hissəsində tütün əkdim və yaxşı pul qazandım. Amma mənim gördüyüm işlər xəyalı ilə yaşadığım arzularıma zidd idi. Öz-özümə düşünürdüm ki, mən bu işlərlə İngiltərədə də qalıb məşğul ola bilərdim. Öz dostlarımın, tanışlarımın arasında yaşayardım. Məni xilas etmiş dostuma Londonda olan pulum barədə danışdım. O isə mənə həmin pulun yarısına mal aldırmağımı tövsiyə etdi. Özü isə həmin malları Londondan Braziliyaya gətirəcəyinə söz verdi. Londondakı tacir dostuma məktub yazıb pulumun 100 funtuna mal almağı və kapitana satdırmağı xahiş etdim. Kapitanın gətirdiyi malları satıb böyük qazanc əldə etdim. Son.